20 Mart 9-cu sinif buraxılışının bir sualına baxaq. 33-cü sual. Burada qeyd olunur ki, feildən əmələ gəlmiş sifəti müəyyən edin. Deməli, bizə nə lazımdır? Sifət. İkinci bir qayda odur ki, bu sifət feildən yaransın. Burada biz iki qaydaya baxmalıyıq. Həm sifət axtarmalıyıq, həm də feildən yaranan sifət axtarmalıyıq. Əvvəlcə sifət olan sözləri ayıraq. A bəndində sıxlıq, sıxlıq isimdir. Qırğın isimdir. Güllü sifət, sonra sürüşkən sifət və zərafətli sifət. Bizim iki bəndimiz çıxıldı. Baxın. Çünki bu ikisi isimdir. Üç bəndin sifət olduğunu bildik. Bir də bizə lazımdır feildən əmələ gəlsin. Feildən əmələ gəlməsi üçün mütləq biz sonuncu leksik şəkilçidən əvvələ baxmalıyıq. Adətən belə suallarda uşaqlar səhvə yol verirlər. Onlar birbaşa kökə baxırlar, amma birbaşa burada biz kökə baxmırıq. Əgər 2-3 leksik şəkilçi varsa, sonuncu leksik şəkilçidən əvvəlki sözə baxmalıyıq. İndi bir-bir cavablara baxaq. Güllü sözündə onsuz da bir leksik şəkilçi var. L, lolü və gül sözü l şəkilçisi adları artırıldığı üçün gül sözü burada isimdir. Gül, güllü. Bizə lazımdır feildən düzəlsin. Y bəndinə baxaq. Zərafəti də yenə də burada qeyd etdiyimiz kimi l adlara qoşulduğu üçün zərafət sözü də təbii ki isimdir və bu da bizim cavabımız ola bilməz. Sürüşkən sözü. Burada iki leksik şəkilçi var. Ona görə bayaq qeyd etdiyim kimi sonuncu şəkilçidən əvvələ baxırıq. Sonuncu leksik şəkilçi kən şəkilçisidir. Bizə lazımdır sürüş sözü, yəni sürüş sözündən yaranmışdır. Sürüşmək feilindən yaranmışdır. Sürüşkən sözü sifətdir və cavabımız da olur D bəndi. Çünki hər iki qaydaya tabe oldu. Həm sifətdir, həm də feildən yaranmış sifətdir.